Salam əziz şagirdlər və müəllimlər. Bugün 5 maraqlı sualın həllini sizlərlə bölüşəcəm. Elə isə başlayaq birinci sualın həlli ilə. Birinci sualda bizə integral verib və bunu həllləməyi tələb edir. İntegral tangens üstü mənfi 1x dx bölək 1 plus 1 bölək x kvadratı. Bunu əvvəlcə sadələşdirək biz. Deməli, integral tangens üstü mənfi 1x nə deməkdir? Tangensin tərs funksiyası, yəni arctangens x. Arctangens x dx bölək. Bunu orta məxrəcə gətirək. X kvadratına vuraq yəni. X kvadrat plus 1 bölək x kvadratı. Yenidən yazaq. X kvadrat sürətə qalxır. X kvadrat arctangens x dx bölək x kvadrat plus 1. Bunu kəsirlərə ayıraq. Olacaq deməli. Arctangens x dx çıxaq. Arctangens x dx bölək 1 plus x kvadrat. Deməli, iki integralımız var. Bu iki integralı ayrı-ayrı həll edək. Birinci başlayaq integral arctangens x dx-dən. Bunu hissə-hissə integrallama ilə həll edək. Deməli, mən arctangens x-ə bir u deyirəm. U bərabərdir arctangens x. d-unu tapıram. Hər tərəfi diferensiyallayıram. Olacaq dx bölək 1 plus x kvadrat. Həmçinin dx-ə də bir dv deyirəm. Buradan v-ni tapıram ki, x-dir. Sonra hissə-hissə integrallama düsturunda yerinə qoyub, u-muz nədir? Arctangens x. V-miz nədir? X. X arctangens x. Çıxaq integral. V du. V-miz nədir deməli? X. Burada uv vuraq v du. Aha. X vuraq dx bölək 1 plus x kvadratı. İndi bu x dx bölək 1 plus x kvadratı olan integralı həll edək. Deməli yazaq. İntegral dx, x dx daha doğrusu. 1 plus x kvadrat. Burada 1 plus x kvadratına bir t deyirəm. Olur dt bərabərdir 2x dx. Burada x dx-in yerinə nə qoyacam? Gətirib sürətə yazacam ki, integral dt bölək 2t. Bu da olacaq 2də 1 ln t. T'yə nə demişəm? 2də 1 ln 1 plus x kvadratı demişəm. Aha. Gətirək yerinə qoyaq. X arctangens x çıxaq 2də 1 ln 1 plus x kvadratı. Aha. Bu oldu birinci integralımızın cavabı. Keçək ikinci integrala yazaq. Bunu başqa nəyinə yazaq? İkinci integralımız nədir deməli? Arctangens x dx bölək 1 plus x kvadratı. Arctangens x dx bölək 1 plus x kvadratı. Burada əvəzləmə aparaq. Arctangens x-ə deyirəm z. Deməli, dz-imiz nə olacaq? dx bölək 1 plus x kvadrat bərabərdir dz. Aha. dx bölək 1 plus x kvadrat var kəsrimizdə, integralın altında. Bunun yerinə mən dz yaza bilərəm də. Arctangens x-in yerinə z yazacağım. Olacaq z dz. Bunun integralını alaq. Olacaq z kvadratı bölək 2. Z-ə nə demişəm? Arctangens x deməmişəm. Olacaq arctangens kvadratı x bölək 2. Əla. Deməli, ikinci integralımızı da aldığımıza görə yekun integralı da yerinə qoyaq. Yekun integralımızdan bizdən nə soruşurdu? Soruşurdu ki, tangens üstü mənfi 1x bölək 1 plus 1 bölü x kvadratı. dx qaldı. Aha. Bu nə oldu cavabı deməli? X arctangens x çıxaq 2də 1 ln 1 plus x kvadratı. Üstə gələk. Üstə gələk yox. Çıxaq. Arctangens kvadratı x bölək 2. Bizim yekun integralımızın cavabı budur. Bir də plus s. Çünki qeyri-müəyyən integraldır. Keçək ikinci suala. İkinci sualda bizə nə deyir? Yenə də integraldır. X kubu dx bölək kök altda 1 plus x kvadrat. Başlayaq həll eləməyə. Bunu əvəz etmə üsulu ilə həll eləyəcəm. 1 plus x kvadratına t deyirəm. Diferensiyal alıram. 2x dx olacaq dt. Buradan həmçinin x kvadratını tapa bilərəm mən.
olacaq t minus 1. Gətirirəm əvəz elədiyim ifadəni yenidən integral kimi yazıram. Bu x kubunu nə kimi ayıra bilərəm? X kvadratı vur x kimi ayıra bilərəm. Aha. Sonra burada dx də qalacaq. X dx-in yerinə nə yaza bilərəm mən? dt bölü 2 yaza bilərəm. Yaza bilərəm. Sonra 1 plus x kvadratının yerinə yazacağım t. Olacaq integralımız bu şəkildə. X kvadratının yerinə əvvəlcə t minus 1 qoyacağım. T'dən asılı integral olacaq. Vuraq x dx-in yerinə qoyacağım dt bölü 2. 2 məxrəcə düşsün. Kök altda u. U nə? Yox, u yox, t demişəm. Aha, kök altda t. Deməli, 2də 1 çıxardıq integralın əvvəlinə əmsal kimi. T minus 1 dt bölək kök altda t. 2də 1 saxlayıb integralın içində bunu parçalayıram. T böl kök altda t bizə nə verəcək? Yəni, bu o deməkdir ki, t üstü 1 bölək t üstü 2də 1. Nisbət olduğuna görə əsaslar eynidir, qüvvətlər çıxılacaq. Qalacaq t üstü 2də 1. Çıxaq, t üstü mənfi 2də 1. Çünki 1 bölək kök altda t üstü mənfi 2də 1 deməkdir. dt-miz də qalsın. Aha, bunu adi integral alaq. 2də 1-ə də saxlayıram. T üstü 2də 1-dən integral alalım. Qüvvət bir vahid artır və bölünür qüvvətə. T üstü 2də 3 olur. Bölünür 2də 3-ə. Sonra t üstü 2də 1 olacaq bu. Mənfi 2də 1-in üstünə 1 gəldi. 2də 1 edir axı. Bölünür 2də 1-ə. Bərabərdir. 2də 1-i saxlayıram hələ. Olur 3də 2 t üstü 2də 3. Çıxaq. Deməli 2 t üstü 2də 1. Bunu gəlin deməli vurub açaq. Olacaq t kök altda t bölək 3. Çıxaq. Kök altda t. T-ni nəyin əvəzləmişəm? 1 plus x kvadrat demişəm t-yə. Gətirib yerinə qoyuram. 1 plus x kvadratı. Vuraq kök altda 1 plus x kvadratı. Çıxaq kök altda 1 plus x kvadratı. Bölək 3. Bunu biraz da sadələşdirə bilərik. Biraz da sadələşdirək. Orta məxrəcə gətirək. 3-dür orta məxrəc. Burada bir də plus c olmalıdır. Yazarıq axırda. Olacaq 1 plus x kvadratı. Vuraq kök altda 1 plus x kvadratı. Çıxaq 2 kök altda 1 plus x kvadratı. Plus c. Bu da bizim ikinci integralımızın cavabı. Keçək növbətiyə. Üçüncü suala yəni. Üçüncü sualda yenə də integraldır. Bu daha qəşəng integraldır. Deməli, başlayaq həll eləməyə. 2y üstü 2x sinus x plus kosinus x dx. Aha. Əvvəlcə mən 2-ni integralın əmsalına çıxardıram. Olur. Deməli, yenidən yazıram. 2 integral. Y üstü 2x-i vururam ötərizənin içinə. Y üstü 2x sinus x plus y üstü 2x kosinus x. Bir integralın içində yazmışam. dx. Deməli, burada yenə də cəmin integralı integrallar cəminə bərabər olduğuna görə 2-ni saxlayıram hələ ki. Bu belə olacaq. Y üstü 2x. Ayrı-ayrı integralda yazıram. Sinus x dx. Üstə gələk. İntegral y üstü 2x kosinus x dx. Düzdür. İndi yenə də mərhələli şəkildə həll eləməyə çalışaq. Y üstü 2x. Əvvəlcə bu integrala baxaq. Y üstü 2x sinus x dx. Burada mən sinus x-ə u deyirəm. Y üstü 2x dx-ə də deyirəm dv. Burada du-nu tapıram. Olacaq kosinus x dx bərabərdir du. Buradan v-ni tapmaq istəyirəm. İntegral alıram. Y üstü 2x bölək 2 bərabərdir v. Aha. Bunu gətirək birinci integralımızda yerinə qoyaq. Yəni, hissə-hissə integralama düsturunu tətbiq eləyək. U vurulsun v. Yəni, y üstü 2x bölü 2 vurulsun sinus x. Çıxaq. İntegral v du. Y üstü 2x bölü 2. Du-muz nədir? Kosinus x dx. Aha. Burada yenə də bir integral alındı. Y üstü 2x bölü 2 kosinus x dx.
Gələk bunu ikinci dəfə hissə integral tətbiq edək. İkinci integralımız olacaq y üstü 2x bölü 2 vuraq kosinüs x dx. Buradan yenə mən kosinüs x-ə bir u1 deyək bu dəfə. Ya da burada u1 olsun. Burada olsun u2. Mənfi sinüs x dx də olacaq du2. Aha. Yenidən burada deyəcəm deməli y üstü 2x bölü 2-yə daha doğrusu y üstü 2x bölü 2 dx-ə mən dv deyəcəm. dv1, dv2 deyəcəm. Buradan v2-ni tapacam ki y üstü 2x bölü 4 imiş. Çünki integral aldım. Aha, gətirək yenə də bu birincidir, bu ikincidir. Qarışmasın. Gətirək yenə də yerinə qoyaq. Burada yerinə qoyacam bütöv. Y üstü 2x bölü 2 vuraq sinüs x qalsın. Çıxaq. Deməli, u2 vurulsun v2. Nə olacaq? Y üstü 2x bölü 4 vuraq kosinüs x. Çıxmadı, plus olacaq. Çünki burada da bir mənfi var. Deməli, v2 du2. Y üstü 2x bölü 4 vuraq du2 nədir? Burada da bir dənə mənfi var imiş deyə olacaq mənfi. Y üstü 2x bölü 4 vuraq sinüs x dx. Aha. Deməli, burada nə görürük biz? Görürük ki, əvvəlki integralımız nə idi? Y üstü 2x sinüs x dx idi. Burada da yenə də integral y üstü 2x sinüs x dx bölü 4 var. Mən bu y üstü 2x sinüs x dx bölü 4'ü keçirirəm sol tərəfə. Deməli, necə olacaq? Buradan yazıram təzədən. Olacaq, elə bir birin üstünə 4'də 1 gəlirəm. 4'də 5 integral y üstü 2x sinüs x dx bərabərdir. Qalsın bunlar öz yerində. Ya da bunları da orta məhrəzə gətirək 4'ə. Olsun 2y üstü 2x sinüs x. Çıxaq y üstü 2x kosinüs x. Bölək 4. Bu 4'lər buradan ixtisar getsin. 5 gəlsin məxrəcə. Yəni buradan y üstü 2x sinüs x dx nəyə bərabər olacaq? Bərabər olacaq y üstü 2y üstü 2x sinüs x. Çıxaq y üstü 2x kosinüs x. Bölək 5. Bu qalsın burada belə. İkinci dəfə istifadə eləyə biləcəyimiz şey kimi. Keçək üçüncü integrala. Üçüncü integral demişkən, yəni bunun ikinci hissəsini yazaq. Buradan yenə də xətt çəkirəm ki, qarışmasın. Deməli, 3 yazaq. İntegral y üstü 2x kosinüs x dx. Yenə də hissə integral düsturunu tətbiq edirəm. Kosinüs x bərabərdir u3. Buradan mənfi sinüs x dx bərabərdir du3. Mən u1, u2, u3 işarə edirəm ki, bunlar qarışmasın bir yerə. Bir dəfə istifadə eləmişəm, yəni du-nu. İkinci dəfə niyə du istifadə edeyim? Sonra, deməli, y üstü 2x dx-ə də mən bir dv3 deyirəm. Buradan v3 tapıram. Y üstü 2x bölü 2. Aha. Gəlirəm hissə integrallama düsturunu tətbiq edirəm. U3 vurulsun V3 nə olacaq? Y üstü 2x bölü 2 vuraq kosinüs x. Çıxaq integral V3 du3 olacaq. Yəni burada plus olacaq. Çünki mənfi sinüs x dx-dir. Y üstü 2x bölü 2 vuraq sinüs x du3. du3 yox, dx. Sinüs x dx. Mən deməli bunun yerinə nə qoyacam? Burada görürəm ki, mənə tanış bir ifadə var. Y üstü 2x kosinüs x bölü 2 qalsın. Plus 2'də 1'i keçirəm əvvələ. Olur nə? Y üstü 2x sinüs x dx. Bunu tapmışam mən onsuz da. Bu nəyə bərabərdir bizdə? Bu buna bərabərdir. 2y üstü 2x sinüs x çıxaq y üstü 2x kosinüs x. Və yaxud da bunu belə yazmayaq. Yo. Bunu gətirib yerinə bu ifadəni qoyaq. Burada qırmızı, qara ilə
qırmızı ilə işarəliyim. Baxın, deməli, y üstü 2x sinüs x bölü 2 çıxaq. İntegral y üstü 2x bölü 2 kosinüs x dx. Bunu qoyuram ki, mən başdakı integralla toplaya bilim. Yəni, necə olacaq? Olacaq belə. Qırmızı ilə yazıram. İntegral y üstü 2x kosinüs x dx bərabərdir nəyə? Y üstü 2x kosinüs x bölü 2 qalsın. Üstə gələk. 2-də 1-ə bölürəm lap. Deməli, bu ifadəni, bu qırmızı ilə yumruladığım ifadəni, işarələdiyim ifadəni 2-yə bölürəm. Olacaq nə? Y üstü 2x sinüs x bölü 4 çıxaq. İntegral y üstü 2x kosinüs x dx bölək 4. Aha. Buradan görürəm ki, y üstü 2x kosinüs x dx hər ikisi integral altındadır. Mən bunları toplayıram. Yəni, y üstü 2x kosinüs x dx bölü 4'ü keçirirəm sol tərəfə. Olacaq necə? Yenə də 4'də 5 y üstü 2x kosinüs x dx bərabərdir. 4'ə gətirirəm məxrəclərini. 2y üstü 2x kosinüs x üstə gələk y üstü 2x sinüs x. 4'lər yenə ixtisar geçsin. 5 gəlsin məxrəcə. Olsun y üstü 2x kosinüs x dx bərabərdir. 2y üstü 2x kosinüs x plus y üstü 2x sinüs x bölək 5. İndi ümumi integralımızda gətirək hamısını yerinə qoyaq. Necə idi ümumi integral? 2 integralın əvvəlində idi. Y üstü 2x sinüs x dx üstə gələk. Y üstü 2x kosinüs x dx bərabərdir. Bu belə olsun. Aha. Deməli, bu sinüs x olanın yerinə nə qoymalıyam mən? Yazacağım. 2 qalsın hələ ki. 2y üstü 2x sinüs x çıxaq. Y üstü 2x kosinüs x bölək 5 üstə gələk. Ya da ikisinin də məxrəci 5'dir. Bir məxrəcdə yazıram. 5 üstə gələk nə? 2y üstü 2x kosinüs x üstə gələk y üstü 2x sinüs x. Aha. Bu nəyə bərabər olur? İçərini sadələşdirək. 2 qalsın hələ çöldə. 2y üstü 2x sinüs x burada var. Y üstü 2x sinüs x də burada var. Olur 3y üstü 2x sinüs x. Üstə gələk. Biri mənfidir. Birindən də 2 dənədir. Gedir, qalır bir dənə müsbəti. Y üstü 2x kosinüs x bölək 5. Plus y'imizdə yazaq ki, integralın xətri qalmasın. Aha. Deməli, yekun cavabımız bu ifadədir. Qəşəng integral idi. Keçək növbətiyə. Deməli. Aha, bu integral deyil. Bu funksiya mövzusuna aid sualdır. Bizə fc funksiyası verib. Bir də verib ki, fx bərabərdir x minus 1. Fgx bərabərdir fx plus 2 bölək x plus 3'ə. Buradan soruşur ki, j üstü mənfi 1 a bərabərdir mənfi 1 tənliyində a-nın qiyməti neçədir? Gəlin həll eləməyə başlayaq. Əvvəlcə bu verilmiş funksiyanı fgx bərabərdir. fx-in yerinə bizə verilən tənliyi qoyuram. X minus 1 qoyuram. Plus 2, x plus 3. Olur nə cür? X plus 1 bölək x plus 3. Bu olur bizim fgx funksiyamız, yəni mürəkkəb funksiyamız. Həmçinin mürəkkəb funksiyamızı necə tapa bilərəm mən? Fgx-i başqa cür necə tapa bilərəm? F-in tənliyini verib x minus 1. Fgx nə deməkdir? Yəni jx-dən asılı bir tənliyi olsun. X-in yerinə aparıb nə qoymalıyam? Jx qoymalıyam. Olacaq jx çıxaq 1. Bu da oldu fgx-imizin ikinci tənliyi. Görürəm ki, tənliklərin birinci tərəfləri bərabərdir. Deməli, ikinci tərəf də bərabər olmalıdır. Yəni bunu demək istəyirəm. X plus 1 bölək x plus 3 bərabər olmalıdır jx minus 1'ə. Burada mən jx-i rahatlıqla tapa bilərəm. X plus 3 x plus 1 plus 1. Buradan jx bərabərdir nəyə? X plus 3 məxrəcdə 2x plus 4 də sürətdə qalsın. Bu bizim jx-imizdir.
Mən bu J-X-in əvvəlcə bu J üstü mənfi bir A olan tənliyə görə tərs funksiyasını tapmalıyam. Tərsini tapmalıyam yəni. J üstü X-i bizə verib 2x plus 4 bölək x plus 3 kimi. J üstü mənfi 1x-də mən tapmalıyam. Bunu tapam. Bu tərsi tapanda nə edirdik? X-i y ilə əvəz edirdik. Yəni qoyuram bu cür. Əvvəlcə funksiyanı yazıram. J-X-ə bir y deyirəm. Y bərabərdir 2x plus 4, x plus 3. Buradan mən x tapmalıyam. Sonra yerini dəyişməliyəm. Deməli, x, y plus 3y bərabərdir 2x plus 4. Deməli, x, y çıxaq 2x bərabərdir 4 çıx 3y. Buradan x tapılır. Nə olur? 4 çıx 3y bölək y minus 2. Buna görə bizim funksiyamızı gətirib yerinə qoyuram. Nəyi dəyişmişdimsə. Olacaq y bərabərdir 4 çıx 3x bölək x çıx 2. Yəni, j üstü mənfi 1x bərabərdir 4 çıx 3x bölək x çıx 2. İndi bunu biz A ilə əvəz edək. X-dən asılı yox, A-dan asılı bir tənlik kimi yazaq. Yazacaq necə? C üstü mənfi 1 A bərabərdir nəyə? 4 çıx 3A bölək A minus 2. Bunun bizə qiymətini verib. Deyək ki, mənfi 1-dir. Gətirək mənfi 1-i yerinə qoyaq. Mənfi 1. Çarpaz vururam. 4 çıx 3A bərabərdir 2 çıx A-ya. Buradan alınır ki, mənfi 2A bərabərdir mənfi 2-yə. A da bərabərdir 1. Deməli, A-mızın qiyməti 1 imiş. Cavab 1-dir. Keçək növbətiyə. Aha, 5-ci sual. 5-ci sualda bizə funksiya verib, fx funksiyası. Fx bərabərdir 2 böl y üstü 2x plus 1-ə. Bizdən nəyi hesablamağı soruşur? Bunu integral altına salıb sərhədlər verib hesablamağı soruşur. Aha. Gəlin əvvəlcə bu fx-in integralını hesablayaq. Görək bu nəyə bərabərdir? İntegral 2 y üstü 2x plus 1. Aha. Dx təbii ki. Bərabərdir. 2 dx qalsın sürətdə. Mən bunun y üstü 2x-ə bölürəm. Olur 1 plus y üstü mənfi 2x bölək y üstü 2x. Bərabərdir. 2y üstü 2x dx bölək 1 plus y üstü mənfi 2x. Bu bizə nə verir əslində? Bu bizə verir, deməli, ln 1 plus y üstü mənfi 2x prosta mənfi ilə. Aha, baxım, törməsini alaq. Plus c təbii ki, qeyri-müəyyən integraldır. Törməsini alda nə verəcək deməli? Y üstü 2x özü, için törməsi mənfi 2, mənfini qabağa atsam həll olur. Aha, deməli bizim bu integralımızın cavabı mənfi ln 1 plus y üstü mənfi 2x plus c-dir. İndi buna sərhəd qoyub hesablayaq. Deməli, birinci sərhəddimiz 1-dən 3-ə fx dx. Fx dx-imiz artıq məlumdur. Sərhədi yerinə qoyub hesablamaq qalır. Mənfi ln 1 plus y üstü mənfi 2x integral 1-dən 3-ə. Aha, yerinə əvvəlcə 3 qoyaq. Mənfi ln 1 plus y üstü mənfi 6. İndi 1 qoyaq. Bu mənfi müsbət eləyəcək. Olacaq ln 1 plus y üstü mənfi 2. Bu oldu birincinin cavabı. Bu 1-dən 3-ə fx dx olanı. Gəl bunu biraz da sadələşdirək. Olacaq nə cür? Mənfi ln 1 plus 1 böl y üstü 6 üstə gələk ln 1 plus 1 böl y üstü 2. Aha, mənfi ln y üstü 6 plus 1 bölək y üstü 6 üstə gələk ln y kvadrat plus 1 bölək y kvadratı. Bunu da sadələşdirək. Ln altında nisbət varsa mən bunu çıxma kimi yaza bilərəm. Mənfi ln y üstü 6 plus 1
çıxaq olmalıdır. Elin qarşısında mənfi olduğu üçün müsbət olacaq. Olacaq elin y üstü 6. Üstə gələk elin y kvadrat plus 1 çıxaq elin y üstü 2. Bu oldu birinci. İndi ikincini hesablayaq. İkincini hesablayanda nə olacaq? Deməli, mənfi elin 1 plus y üstü mənfi 2x. Bunun sərhədləri hardan haradır? Mənfi 3-dən mənfi 1-ə. Deməli, mənfi 1 qoyuram yerinə. Mənfi elin 1 plus y kvadratı olacaq. İndi mənfi 3 qoyuram yerinə. Üstə gələk olacaq. Niyə görə? Bayaq dedim. Çıxma olmalıdır normalda. Elin qarşısında mənfi olduğu üçün mənfini müsbət edir. Üstə gələk elin 1 plus y üstü 6. Aha, gətirək ümumi cəmdə yerinə qoyaq. Ümumi cəm necə idi? 1-dən 3-ə olan integral, yəni mənfi elin y üstü 6 plus 1 üstə gələk. Elin y üstü 6 nə verir bizə? 6 verir. 6 üstə gələk. Elin y kvadrat plus 1 çıxaq 2. Çıxaq 2-dir deməli. Sonra bu ikinci integralımızı yerinə qoyaq. Hesablamışıq axı. Elin mənfi elin 1 plus y kvadratı üstə gələk elin 1 plus y üstü 6. Görürəm ki, y üstü 6 plus 1. Bunlar biri mənfi, biri müsbət. Bir-birini islah edirlər. Qalır bizdə yekun. 6 minus 2 bərabərdir 4. Deməli, bu integralımızın da cavabı, bu cəmin də cavabı 4-dür. Bugünlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Məncə maraqlı misallar idi. Çalışacağım hər həftə bundan davamlı şəkildə çəkim. Yəni izah edeyim, sizlərlə paylaşım. Növbəti videolarda görüşərik. Sağ olun.